the people of Iran. İsrailin baş naziri Benyamin Netanyahu İranlılara video müraciət ünvanlayıb. O, İsrailin İran xalqının yanında olduğunu deyib. Netanyahu yerli xalqları da onlara köməyə çağırır. Mən əminəm ki, Azərbaycanlılar hazır vəziyyətdədir. Netanyahu yerli xalqları da onlara köməyə çağırır. Mən əminəm ki, Azərbaycanlılar hazır vəziyyətdədir. Bəlucular hazır vəziyyətdədir. Bəlucuların itirəcək heç bir şeyi yoxdur. Ərəblər Xuzistanda bunların tərəfindədir. Bir Kürdlərdən nigaranam. Məncə Kürdlər də İsrailə kömək edə bilər, Amerikaya kömək edə bilər. Söhbət 2023-cü ildə, təxminən 2 il bundan əvvəl İsrail parlamentində Güney Azərbaycanla bağlı gedən müzakirələrdən gedir. Xatırlayıram, həmin dövrdə siz də və digər ekspertlərimizlə, siyasətçilərimizlə bu məsələni müzakirə etmişdik. İsrail parlamenti Güney Azərbaycanla danışır. Yəni bu məsələni məncə indiki mərhələdə yenidən xatırlamaqda fayda var. Amerikanın həm senatı, həm nümayəndələr palatası hər il müzakirə edilərkən Cənubi Azərbaycan məsələsini müzakirə edirlər. Burada İsrail lobbisinin gücü var. Lobbisinin gücü var. Bir faktı da qeyd etmək istəyirəm ki, Cənubi Azərbaycan artıq 10 ildir ki, Birləşmiş Millətlər Təşkilatında belə bir qurum var. Bölünmüş xalqlar qurumu, yəni ayrılmış, süni sürətdə bir-birindən ayrılmış xalqlar qurumu var. 10 ildir ki, Cənubi Azərbaycan həmin qurumun üzvüdür. Bu çox mühüm faktdır. BMT də bizi müdafiə edəcək, Amerikası da, o birisi də, bu birisi də, biz də